Baş tutmayan niyyət. Kemp pəncərəyə göz qoyub yavaş-yavaş təpəyə qalxan 3 nəfəri gördü. Tez gəlib pəncərənin qarşısında dayandı. Siz Port Bertokda nə etmək istəyirdiniz? Buraya gələrkən bir niyyətiniz vardımı? Mən gəmilərdən biri ilə xaricə qaçmaq istəyirdim. Lakin sizə rast gəldikdən sonra qərarımı dəyişdim. Havalar istiləşdiyinə görə mənə görünməz halda qalmaq daha asan olmuşdur. Mən cənuba getmək fikrindeydim. Buradan Fransaya gəmilər gedir. Mən hər hansı bir gəmi ilə oraya yola düşməyi mümkün hesab edirdim. Oradan dəmir yolu ilə İspaniyaya və ya Əlcəzairə gedə bilərdim. Orada mənim paltara ehtiyacım olmazdı. Bütün ili gözü görünməz qalaraq istədiyimi edə bilərdim. O avaradan isə işlərimi yoluna qoyana dək istifadə edərdim. Aydındır. Gözlənilmədən bu heyvan mənim var-yoxuma yiyə durmaq fikrinə düşdü. Bircə əlimə keçsəydi, elədir. Ancaq əvvəlcə kitabları ondan qoparmaq lazımdır. Axı o haradadır? Məgər siz bilirsiniz? Onu şəhər polis idarəsinə salmışlar. O özü orada olan kameralardan ən xəlvətinə salınmasını xahiş etmişdir. Alçaq. Bu sizin planlarınızı bir qədər pozur. Kitabları əldə etmək lazımdır. Onlar çox vacibdir. Kemp söhbəti davam etdirmək üçün bir şey düşünməyə çalışırdı. İndi mən sizin evinizə gəlib çıxdıqda, Kemp, mənim bütün planlarım dəyişilir. Görünməz adam dedi. Siz məni anlamağa qadir adamsınız. Kitabların itirilməsinə, mənim ağızdan ağza düşməyimə baxmayaraq, hələ çox şey etmək olar. Griffinin sözlərindən çox aşağıda açılan qapının cırıltısına qulaq verən Kemp, elə düşünürəm ki, Griffin, sizin ortağınızın vəziyyəti o qədər də asan olmayacaq. Heç kəs onun mənim ortağım olduğunu bilməyəcək, deyə etiraz etdi. Ora baxın, orada nə baş verib? Pilləkəndən ayaq səsləri gəlir. Ola bilməz, deyə Kemp etiraz etdi. İndi baxarıq. Görünməz adam Kempi qabaqlayıb qapıya tərəf getdi. Bir qədər qulaq asıb birdən xain deyə bağırdı və cəld soyunmağa başladı. Kemp çıxışa tərəf tələsik bir-iki addım atıb qapını taybatay açdı. Aşağıdan gələn səslər və ayaq tappıltısı artıq lap aydın eşidilirdi. Kemp kəskin hərəkətlə görünməz adamı itələyib dəhlizə çıxdı və qapını örtdü. Açar bayır tərəfdən kilidə taxılmışdı. Onu bir dəfə vurmaq kifayət idi ki, Griffin otaqda əsir qalsın. Lakin Kemp buna macal tapmadı. İçəri tərəfdən qapıya dəyən təkandan açar kiliddən çıxıb xalçanın üstünə düşdü. Kemp ölü kimi ağardı. İki əli ilə dəstəkdən yapışıb, var gücü ilə qapını örtməyə çalışdı. Bir neçə an o müqavimət göstərə bildi. Sonra qapı azca aralandı. Lakin o yenə də qapını örtdü. İkinci dəfə qapı həmlə ilə 1 fut açıldı. Qırmızı xalat onun arasından soxulub keçməyə başladı. Görünməz barmaqlar Kempin boğazından yapışdı və o özünü müdafiə etmək üçün qapının dəstəyini buraxmalı oldu. Görünməz adam onu qapıdan itələdi və var gücü ilə artmanın küncünə sıxdı. Sonra boş xalat havada yellənə-yellənə ondan aralandı. Kempin məktubla xəbərdar etdiyi Berto polisinin rəisi polkovnik Eday pilləkənin üstündə dayanmışdı. O, Kempin qəribə hərəkətlərinə və havadan asılı qalan xalata heyrətlə baxırdı. Birdən onun üzünə nəysə dəydi. Üstünə sanki ağır bir yük düşdü və o başı üstə pilləkəndən yuvarlandı. Görünməz ayaq onu kürəyindən basıb keçdi. Sonra pilləkəndə kimin isə yalın ayaqlarının şappıltısı eşidildi. Aşağıda dəhlizdə durmuş 2 polis nəfəri qışqırıb qaçdı. Küçə qapısı tappıltı ilə örtüldü. Polkovnik Eday qalxıb oturdu. Özünü itirmiş halda ətrafına baxdı. Kemp əzilmiş belini tuta-tuta pilləkəndən düşdü. O əlində qırmızı xalat və başqa geyim şeyləri tutmuşdu. Lənət şeytana, işlər xarabdır, deyə Kemp səsləndi. O qaçdı. Son.